güzel etmişsen qədəmlərinlə. Arzular səslənir sənin doğum günündə. Sən güləndə, sevinəndə uzaq durur həyatdan qəm-kədər. Yaxşı ki dünyaya bugün göz açmısan sən. Bütün sevənlər səni gözlədi, hər anı, hər günü, ötən hər dəqiqəni söyləsin. Ad günün mübarək, hər yaşa sevincinə qədəm at. Ürəyi səninlədir, doğmaların, dostların, yaxınların, sevənlərin təbrik eyləyir səni. Ad günün mübarək, hər yaşa sevincinə qədəm at. Sevinir qonaqlar, bu məclis nə gözəl görsənir. Hər arzu, hər istək, bu təbrik sənin üçün səslənir. Ad günün mübarək, xoş gününü görək, çin olsun hər dilək sən düşündüyün kimi. Ad günün mübarək, hər yaşa sevincinə qədəm at. Bütün sevənlər səni gözlədi, hər anı, hər günü, ötən hər dəqiqəni söyləsin. Ad günün mübarək, hər yaşa. Baba ilə olan bir də xatirəmi danışacağım. Mənim ilk kaçeliyim babanın boynuydu. Həmişə bizi boynumuzda daşıyardı. Baba ilə çox bağlı bizdə hadisələr olub, çünki mən çox sevirəm kanikullarda gedib qalmaq. Adi günlərdə də orada qalıram və biz həmişə çox sevirik duraq, çay içək, güləşək, gedək toyuqlara yemək verək və bizim hələ günümüz çox şən keçir. Mənim bütün baba ilə xatirələrim hamısı bağda keçirilib. Baba ilə dəniz qırağında balıq qulağı yığırdıq. Sonra gələndən sonra samavar çayı içirdik və nərdə oynayırdıq. Və həmişə mən babanı görəndə güləşirdik. Sənin haqqında bir əhvalat danışmaq istəyirəm. Mən uşaqlıqdan sənə çox yaxın olmuşam, həmişə səninlə vaxt keçirtmişəm. Hətta belə birinci sözüm də baba olub. Çox balaca idim, belə bələkdə uzanmışdım, baba deyirdim. Qədi. Baba. O yeni kumandanım ben yiyeyim. Baba di. O yeni. Sonra sən həmişə məni çiynimə qoyardın uşaqlıqda. Mən də sənin saçlarımı yemişəm. İndi 15 il keçib o vaxtdan. Sən çiynimə yerləşmirəm. Qucağıma ala bilmirsən mənim. Amma böyüyüb, nəvələrim böyüyüb. Bir dəfə 2024-cü ilin 2025-ə keçən yeni ildə baba öz yeni il gecəsində hovuza tullamağını təkrarlamaq istəyirdi. Və mən də babaya təklif elədim ki, indiki texnologiyalarla, süni intellektlə mən o videonu düzəldə bilərəm. Və həmin yeni il gecəsi babanın yeni il gecəsində, yeni il soyuğunda hovuza tullanmaq videosundan süni intellektlə hazırlayıb babaya təqdim eləmişdim. Sonra da o videoya baxıb gülürdük. Baba. 2 baxırsınız? Çəkirəm. Yaddaşımda xatirələrdən ən çox qalan baba ilə kebab çəkməyimizdir. Baba bəy yanında dayanıb yemək pişirməyiydi. Bir də xatirələrdən biri Pirşağda, Pirşağı dənizində akanın bagajını açıb rakuşka yığırdıq ora. Sonra həyətə boşaldırdıq o rakuşkaları.
Babalarla bağlı xatirəm. Çox düşündüm və ən yadıma düşən bu hadisə oldu. Deməli, mənim hardasa olarda 9 yaşım və hər il olduğu kimi baba yeni il günün səhərsi xaş bişirərdi. Səhər-səhər baba oturub sənimə xaş yeyirdi və mənim də 9 yaşım vardı, xəbərim yox idi bundan. Eləcə yanından keçəndə mən dedi ki, deyən, gəl bura, sənə jelibon verəcəm. Mən də sevincə yaxınlaşdım. Baba mənə göstərdi tarelka, içində üstündə də ağ jelibonlar var idi. Dedi ki, götür, amma ki, bu elə jelibonda gərək sıraz oldasan, çeyləmək olmaz. Dedim, yaxşı. Götürdüm, utdum. Tam olaraq ondan sonra başa düşdüm ki, bu heç də jelibon deyildi, xaş idi. Babamla olan bir xatirələrdən danışmaq istəyərdim. Deməli, il hardasa 2017-18-ci illər məktəbi bitirmək üzrə idim və universitetə hazırlaşırdım. O dönəmdə babamın yanına gedib qalmışdım. Yəni ki, uzun müddət gəlib qalırdım. Dənizə gelirdik səhərlər, sonra yəni ki, biraz işləyirdik, nerede oynayırdıq, yəni gözəl vaxtlar idi. Və bir gün dənizə getmişik, dənizdə balıq toru gördük. Cırıq balıq toru. Yəni hansısa torda cırılmışdı, qalmışdı. Nə qədər çoxlu balıq var idi. Yığdıq bütün balıqları, getdik qızartdıq, yedik. Balıqlar çox həqiqətən dadlı idi. İndiyə qədər o balıq qızartmasını yəni ki, çox arada istəyirəm yəni. Sağ olun. Mənim babam həmişə mənə bağçaya aparır. Bağçaya gedəndə mənim üçün şokoladlı bulka alır.